سلام، vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun və gününüz aydın. Mən Hacərəm. Hacər Danış Təbrizdən. Bu gün mən istəyirəm bir ayrı mövzuya danışam ki, əgər birisindəsiz ki, istəyirsiniz işləyəsiniz, iş başlayasınız, ya bir məharət öyrəşəsiniz ki, ondan pul qazanasınız, həttəmən cəlbdir biləcək. Və məmulən çox eşidərik bunu ki, məsələn, bir işi ki görürük, istəyirik özümüzə bir iş görək, ya bir ibarəti istəyirik ki, bir ayrı adama işləyək və bir pul yalaq. İstilahi ki deyirlər, freelanceri çox işlənir indi cəmiyyətdə və bu halətdədir ki, hala şəxsin bir məharəti var, ya çalışır bir məharət öyrəşsin və özü müştəri cəzb eləsin, o işi əncam versin və dərəmət kəsb eləsin. Hala ehtimalı var neçə nəfərdə həmkarı olar ki, onlara da hüquq verə. Bir ayrı halətdə də bir fərdə ya bir nəhada ya bir orqana işləyirik. Hala ola bilər ki, məsələn, bank ola, eləyə bilər ki, məsələn, bir mühitə xəyyati ola, ya furuşqah ola və müxtəlif rənclərdə işlərimiz var. Amma bir daha mühüm məsələ ki vardır, əsən bu şoğullarda hansısı yaxşıdır? İstilahda ki deyilər, özünə işləsən yaxşıdır. Yəni istilahda deyirlər ki, hər nə qədər eləyə bilsən, məharətini çoxaldasan və در واقع özün karfərma olasan, 100% bilə və çox yaxşıdır. Hala görək vaqəən özürdür. Bir bərrəsə eləyək, müxtəlif baxışlardan baxaq. Hərçənd ki, məsələn, indi biz neçə də zaviyyədən baxsaq, şayət bir nəfər gələ deyə yox. Bir ayrı baxışdan da baxa bilirik bu məsələyə. Bəli, buracan ki vardır, bu məsələ bərrəsə eləyəcək. Əvvəli birinci mühüm məsələ insanların şəxsiyyətidir. Yəni, bəzi əfrad vardılar ki, hər nə qədər istəyəsən bunlardan karfərma cürləyəsən, cürlənməz. Məgər ki, bu fərd özü vaqəən çalışa və bəzi məsailə özündə həll eləyə. Hala dəlil o ki, bir fərd eləyənmir karfərma ola, bu gedir məsailə şəxsiyyətiyə. Hala bir karfərmanın gərək müdiriyyəti qəbul ola. Hər ləhazdan. Müdiriyyəti zamanısı, müdiriyyəti malısı, huş kəlamısı, yaxşı danışa bilə, huş malısı yuxarı ola. Və səddə olmasa gərək qabilə qəbul bir nömrə apara. Hala fikir eləyin, biz bir nəfər istəyirik karfərma ola, ya bir fərd öz istəyirik, başlaya freelancer işləyə, sonra işi göstəriş verə. Bəli, bu şəxs müdiriyyəti zamanısı yoxdur. Hər nə qədər bu insan çalışa ki, karfərma ola, 10 qədəm getsə qabağa, 5 qədəm gələcək daliyə. Hələ mən 11 qədəm demirəm gələcək daliyə, xoşbinanəsidir. Niyə? Çünki tulani müddətdə bəzi bir iştibahlar ki, islah olmazlar. Xisarəti ki, varid elərlər, çoxdur. Yəni, siz bir daha iştibahı bir dəfə əncam versəz, o cübran eləmək rahatdır. 2 dəfə rahatdır. Da siz fikir eləyin, bir fərd 10 ildə bir daha iştibahdadır. Və heç fikirləşmir daha gərək bunu cürləyə, bunu islah eləyə. Və hər nə qədər təlaş eləyir ki, o istədiyi yerə yetişən, o qabilə qəbul rüşda çata görür olmur.
Niyə? Çox sadədir. Bir saat oturub fikirləşmir iradı tapa və onu islah eləyə. Çox vaxt iradı bilirik. Hamımız elə da tüylərin sözü var deyərlər, yerdədir, göydədir. Məsələn, bu məsələ gərək islah ola. Bəli, bu şəxs buna bir iqdami eləmir. Gahən bunlara deyərik bir çərxəyi təkrar şəbəndə ki, elə bunda gir eləyibdi, doğru batil və həman bir dana iştibah illər boyu təkrar olur. Xop, pəs əsli tərin məsələyi ki, biz istəsək bir fərdə baxaq ki, bu fərdidən karfərma ola bilər ya ola bilməz. Budur ki, bu insan nə qədər qüdrəti analiz və təşxisi var və ondan sonra islah. 2000-ci məsələ, bir insan nə qədər yadgiriyə muştaqdır, sürü, müqaviməti yoxdur. Deyəndə filan şeyi başarmısan, gecə dürcəş, demir, mən başarıram, mən bilirəm. Məsələn, bir daha məsələdə, hala işdə 10 nəfər iştibah olur. Hətmən dəlili var ki, mənə karfərma, onu bilmirəm. Hala در حوزه کارفرمایی gələcək حوزه کارمندیه və danışacaq buna görə. Və bunu islah eləmir. Və xop, 2 daha کارفرما فرض eləyin ki, 2 daha kəsb و کارdır. Bir fərd آموزشə çox açıq. چه بسا bir dana taza bir teknoloji, taza bir rəviş, metod gələndə özü qaçır bunu öyrəşir. Gətirir piyadə eləyir. Hətmən azmın xətası olacaq. Bəli, bunun rüşd و پیشرفته o fərdi ki, yox, elə mən bilənlər düzdür. Bir zəhəri bu insanlar mütəfavit nəticə alacaqlar. Və bu nəticələr getdikcə əvvəlcən şayad bir baxışda məsələn yox, bir zərrə fərq elədi da, yox. Əvvəldə bir zərrədir. Getdikcə çox fərq olacaqdı. Məsələn, çox cəlibdir. İndi brendləri misal çəkirlər və mən çox söyürəm bunu. Məsələn, brendi Nokia گوشیده. خب واقعا o وقتی که bazarda məsələn Samsung ya Apple sözlər yox idi, danışalar heç birimizin qulağımıza adları, sanları dəyməmişdi. Hamının əlində Nokia vardı. Xop, bəli, nə oldu? Nokia eləyənmədi özün beruz saxlıya. Dökməyi quşularda çox xali idi. Ləmsi quşularda ta gələ, qəbul eləyə, özün update eləyə. iPhone, Samsung کل بازار aldılar əllərini. Hər bir işdə bücürdü. İndi به طور مثال هوش مصنوعی gəlibdir. Sizdə kəsb işiniz var da, bir karfərmasız bir işdə. Bu هوش مصنوعیdən واقعا nə qədər indiyəcən istifadə eləmisiniz? Heç indiyəcən fikirləşmisiniz ki, mən nə qədər bundan istifadə eləyə bilirəm işimə? İşimi nə qədər rahat edə bilirəm, behterlə edə bilirəm? Yaxşı tər eləyə bilirəm, xədəmat irayə verəm. Hala əgər tولید کنندیم، əgər xədəmat irayə verəm. Hər şoğlu, əslən hər işdə. Çə karxanadar olasınız. Şayad məsələn deyəsiniz çox xəzinə niyazdır. خب heç bu rayqan هوش مصنوعیlərə heç indiyəcən ələpab çətmisiniz görəsiniz, nə cür işləyirlər. Əgər bu işi görməmisiniz, hətmən bu işi görün. Çün indi o qədər göstərdə olubdur ki, hər kəs bu kara
bir dənə huşa məsnui bərnamənivisə olunubdur və işlənir. Yəni tüm biz işlətmirik, fikir eləmirik, dünyada işlənmir. Mühəndisi də vaqəən çox işlənir. Hər zəminədə. İnsanlar vardılar ki, səy eləyirlər, bu texnolojiyadan istifadə eləsinlər. Və befərz misal, o işi ki qərardı bir həftə 10 gündə görələr, bir gündə görürlər. Bu fərd 9 gün sizdən qabaqdır. Bilirsiniz niyə qabaqdır? Dəlili odur ki, vaxtında oturubdur və məsələn 15 gün vaxt, 15 gün çoxdur. 10 gün vaxt qoyubdur və öyrəşibdir. Bir dəfə 15 gün sizdən daliyə düşübdür. Təmərküzün qoyub bir daha taza texnolojiyə. Hər ay, hala məsələn bir daha məsələdə, bir dana zəminədə 10 gün sizdən qabağa düşəcəkdir. Mütəvəccihsiz. Pəs bu ruhiyye آموزش پذیری öyrəşmək. واقعا insan hər ləhsə, hər dəqiqəyə can ki diridir, təlaş eləyə, əlləşə bir şey öyrəşə. Mütəvəccih. Hala nə tənha, fəqət bəhsi işlər, karfərmalıqdır. Hər zəminədə. Zindəcanlığımızı behtər, yaxşıtər müdiriyyət eləməyə. Məharət, bir dənə məharət istəyirik öyrəşək. Bir ayrı məsələ ki vardı. Məsələyə kontrolü ehsasatdır. Yəni %99% o insanlar ki o hissi ehsasatların, hisslənməklərin, söyünməklərin, narahatçılıqların eləyənməzlər, kontrol eləyələr. Bir yaxşı karfərmalanmazlar. Niyə? Çünki çaleşləri ki bir dənə karfərman vardı, çox mütəfavitdir bir daha karməndinə. Karməndin hitəyə vəzifəsi var, təriflənir, müşəxəs olur. Onları da gərək öyrəşə, əncam verə benəhbə əhsən və o hitəsində işin təhvil verə hüququnu. Amma karfərman bir məcmuə az bu karməndiləri hala gərək müdiriyyət eləyə. Və bir aləm taza məsələlər ola bilər ki, bir karfərman qabağına çıxa. Hala yaxşı, pis, çətin, rahat. Və bir şəxs əgər istəsə bunların hamısında çox narahat ola, hisslənə, ya çox söyünə, eləyənməz, nə özün kontrol eləyə bilər, nə məcmuəsi, nə işin, nə biznesi. Mütəvəccihsiz. Və çox həyatı bir məsələdir. Hətta bir fərdi ki o ehsasatını kontrol eləyənməsə, müdiriyyət malısı çox zəif olar. Ya müdiriyyəti zaman əlindən çıxar, kontrol eləyənməz. Və bunların hamısı çox mühümdür. Bir daha da ayrı çox mühüm məbhəs deyə bilirəm bu zəminədə disiplin və nəzmdir. Amma elə bu disiplin və nəzmidən danışacağam və gedək məsələyə karmənd olmağa. Disiplin və nəzm hər yaşayışın mənim nəzərimə lazıməsidir. Baxın, hər fərdin disiplin və nəzmi mürəttəb olmağı fərqlidir. Xoş, biri sübh saat 5-dən yuxudan durmaq, disiplin bilər. Biri 8-dən, biri 7-dən. Şayət bir fərd 9-da gedir işinə. Xoş, amma
Zindecanlığının bir hesab kitabı var. İşinin bir daha hesab kitabı var. Elə bu gün bu cür gəldi, sabah bu cür getdi dəri. Qərar da bir-birimizdən kopacaq. Bəli də deyiblər, sübh saat 5-də duranlar həmişə müvəffəqdirlər. Yox. Şayad sizin bədəninizin vaqən sistemi sübh saat 5-i qəbul eləyənmir. Sübh saat 7-yə behtərsiz. Demirəm, adətdir. Bir yuxarı zaman siz bunu təmrin eləsəz, qoya bilərsiniz bu məsələyə yenə. Bəli, xob. Hala به شخص mənim özümə gahən məsələn çün xanəvadə olur, doğru həm filan. Axşam tez yatsan, gecə tez yatasan. O iş istəyir sübh 5-də durub 9 ya 10 gərək yata. Xob. O məqdur olmuyor. Şayad bir fərdə də məqdur olur. Hər fərd, hər ev, hər şərait fərq eləyir. Hər iş. Bəzi işlərimiz vardır ki, gecə saat 11-də ronaqlı vaxtlardır. Məsələn, yayda bəstən ya ab meyvə furuşlar. Xob. Bəli 100% gecə saat 11-də heç banca açıqdır. Pəs bu insanın nəzmi ilə, disiplini ilə bu bir insanın ki, çox fərq eləyəcəkdir. Bəli, hər ikisi də hesab kitabla yaşayırlar, iş görürlər. Da bugün halım yoxdur, bu işi görmürəm, özdə əsası işlər. Bu işi eləyəm, görməzlər. Xob. Vəqti biz gəlirik karməndilərə baxırıq. Bir fərdi ki, karməndidir. Ya bir fərdə bir fərdin məcmuəsində işləyir və dəramədi vardı o təriqdən. Bu insan çox özün müvəzzəf elər ta nəzmi, disiplini, amuzişi qoysun yerinə. Hətta özün çox müvəzzəf elər. Huş malisin yuxarı para və o məbləği ki, dəraməd mahanəyi ki alır, onu hesab kitabla xərcləyər. Bir fərdi ki, karməndidir, ya bir məcmuədə biləsindən iş istəyirlər və bir məcmuənin işin görür bir qismətinin. Deyərlər ki, filan işlərsən görəcəksən. Bu fərd əvvəlin işi hiç gərək görənəmə nədir? Örgəşə. O işi gərək örgəşə. Başarsa, xob, hətmən qəblən örgəşib ki, başar. Başarmasa gərək amuzиш görə. Xob, nə əndazə amuzиш görər? O əndazə amuzиш görər ki, öz işin qoysun yerinə. Yəni, xala, çünki mən istəyirəm bir adam misali eyni vuram. Məsələn, mühitə dəftərxana. Xob, çünki yaxından görmüşəm. Məsələn, məni qoyurlar bəxşə bayqaniyə. Məndən iş istəyirlər. Bayqanini düz əncam verəcəksən. Mən özümü müvəzzəf elərəm ki, o işi örgəşəm. Çünki örgəşməsəm, bir gün, 2 gün, 3-cü gün deyərlər, xoş gəldin. Bu iş sənin işindər. Xob, və mən gəlləm dər həddi bayqanı örgəşərəm. Sübh saat 8-də 7-yamda dəftərxanada olacaqsan. Mən məcburam, nəzm izad eləyəm. Vaxtında yatam, vaxtında duram. Çünki niyə? Mən mütəəhhidəm o zamana. در مقابل o zamani ki, o məhəlli kar deyəm,
iş üstündəyəm, pul alacağam. Mən o disiplini icad eləyənməsəm, ya binəzmilik olsa, bir gün, 2 gün, bir həftə, 2 həftə. Hər fərdin özrünü istərlər. Ya məsailə ehsasi. Tərfiyə almışam. Da elə söyünmərəm ki, 2 həftə gedən musafirətə, 3 həftə gedən musafirətə gəlməyəm. Bir xoşhallıq elərəm, elə işimin üstündəyəm. Ya hala işimi düzəncəm verənməmişəm, ya ərbab rucu bir dana söz deyibdi. Və mən gərək özümü kontrol eləyəm hər surətdə. Vəli bunların hamısının miqdarı və əndazəsi kiçik iskeylidir. Miqdarı balaca. Baxın, elə bir məsələn bir dana böyük məcmuədən ya bir dana böyük pazeldən bir bəxşi bu fərdə karməndinkidir. Xo'p, və bu karmənd təlaş eləyir. O bəxşi به نحو احسن qoyayın. Əvvəlcan çalışlı falan behman 1 il, 2 il, 3 il, ondan sonra da hər şey gələr əlinə tamamiyə məsail və xop da ondan çox səy eləməz özün qalxıza məharətlər. Məsələn, amuzش elə o bəxşi ki işidir onu öyrəşər. Nəhayət biz bir miqdarda həmkarınkindən öyrəşər. Mürəxxəsiyə gedəndə olmayanda əlasın köməklik eləsin. O da bir miqdar. Xo'p, məhduddur. Və əgər diqqət eləsəz, məsələn, halət xəllaqiyyət karməndidə yavaş-yavaş aradan gedər. Bir miqdar öyrəşməli bir məsaili öyrəşər, təmrin, təkrar da elə illər boy həman halətdə idamə verər. Amma bu pisdir. Əslən pisdir mənim nəzərimə. Hamısı gedir şəxsiyyəti insanlara. Bir fərdi ki, ya təvanayısı yoxdur, ya broç deyim, hövsələsi yoxdur. Özün istəmir çox zəhmətə sala. Elə olduğu varlığına qanidir. Bu insana elə bu karmətçılıq çoxdur və elə rüşd eləyəcəkdir. Mütəvəccihsiz? Çə bəsa bir karməndi ki, به فرض مثال 30 ildir hüquqi karməndi ilə geçinib zindəcanlıq eləyibdi. Pəsəndaz eləmək öyrəşibdi. Çünki karməndilər pəsəndazla, vamla, falanla səy elələr, ev alalar, maşın alalar filan. O fərdi ki 30 il az bu məharəti هوش malısın öz əndazəsican pərvəriş veribdi. Çə bəza çox müvəffəqtər az o karfərmadı ki 30 ildir iştibahat malısın islah eləyənmir. Axirdə də çox varımızda o karməndiləri ki bir dana ev, bir dana maşın, sərmaya yer verirlər. Amma karfərmaları ki به خاطر اشتباهات متعدد و عدم توجه به مسئله اصلاح özünü gərək cürləyəsən. 30 il bir dana iştibaha əncam verərlər və o ev, o maşın da heç iştibahlarının üstündə gedər. Xo'p. Bu karməndin cinə bir cibində pul tapılır. O karfərmanın çox da cəbəsa qazanar, heç vaxt da cibdə pul olmaz. Bu karmənd cinə ildə bir ikisi gedər, təfrihinə, müsafirətinə, heç ona da vaxt eləməz. Ya pul olmaz, ya vaxt olmaz.
Pul olanda vaxt olmaz. Vaxt olanda pul olmaz. Bu olub müşkül. Bazarilərdə, müxtəlif qəşrilərdə. Pəs bu nəticəyə yetişirik ki, bir fərdi ki, rəvəndi örgəşmək, əməl eləmək, iştibahından dərs almaq və onu cürləməyi başarmır. Bu insan eləyə bilməz yaxşı karfərma ola. Əgər istəsiz görəsiz yaxşı karfərma olursunuz, bir baxın görün yaxşı karmənd ola bilirsiniz. Bir ayrısına yaxşı işləyə bilirsiniz. Əgər bir ayrısına yaxşı işləsəz, görün o vicdanı özünüzə də gətirə bilirsiniz. Həman halətdə ki, mən bu karfərmiyə işlədim, özümə də işləyə biləcəyəm. Karməndçılıqda amuzəş gördüm. Bir baləcə həddidə ki, niyazı o bəxş rəf olsun. Aya mən amuzəşi bir böyük əndazədə, bir yuxarı miqdarda qoya biləcəm yenə. Yox, əgər eləyəmirəm, baxam və özümə münasib, şəxsiyyətimə münasib cayqahı şoğluya əlləşəm. Sırf bu ki, çox vaxt təmə eləyirik. Yox. Filanı filan yerə çatdı. Filanı filan iş gördü. Çox gözəldir. Vəli bax gör filanı nə qədər çalışdı. Hala ba təvəccüh bir təvanayları cayqahı o şəxsə belə çalışdı, ora yetişdi. Mənin o sizi ki bu sotunu eşidirsiniz bu faylı, podkastı. Sizin təvanaylarınız fərq eləyir, cayqahınız da fərq eləyir. Hədəfi ki intiqab eləyirsiniz, zəhmət aparacaqdır. Təlaş aparacaqdır. Nəzm istəyəcək, disiplin istəyəcəkdir. Aya, bu nə? Mənim şəxsiyyətim, mənim təəhhüdüm eləyə bilər, qoya yerinə ya yox. Təşəkkür edirəm bu qismətə qulaq astınız və dən nəhayət istəyirəm deyəm ki, heç fərqi yoxdur ki, siz karmənd olasınız ya karfərma olasınız. Mühüm odur ki, gördüyünüz işdən ləzzət aparasınız. Əgər bir nəməyi xudan durursunuz, bir dana karməndisiniz, ya bir məcmuədə işləyirsiniz, gedirsiniz işinizin üstünə və ləzzət aparasınız bu işi görməkdən, yəni siz düz iş intiqab eləmisiniz. Və əgər karfərmasınız, bir aləm məsələ vardı, çalış vardı qabağınızda, ki, gərək bunları həll eləyəsiniz, rüşd eləyəsiniz, pişrəft eləyəsiniz. Və karməndidə də bir cürsünədir. Hətmən çalışlarınız vardı, bunları da gərək həll eləyəsiniz, pişrəft eləyəsiniz. Və bu çərxə, bu rəvəndidən əgər ləzzət aparırsınız, hər hansı işdə, hər hansı şəraitdə hətmən siz düz mövqeyiyyətdəsiniz. Vəli əgər ehsas elədiniz, bura mənim yerim deyir, mən yaxşı tər eləyə biləm, əməl kərd eləyəm, salasız, çıxasız və bir düz təsmim tutasız və mütəhhid olasız təsmimizə. Allahdan istəyirəm cibiz dolu puluna, üzüz gülərli və qəlbiz şad ola və hər işdə siz, hər mövqeyiyyətdə günü-günündən yaxşı və müvəffəqlər olasınız. Sizi gözəl Allaha tapşırıram. Xudahafiz.